Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində eyni əsrdə yaxud 16-cı əsrdə süqut edən dövlətlərinin siyahısını dərc eləmişəm. Birinci növbədə burada Qızıl Ordudan danışırıq ki, 1502-ci ildə Qızıl Ordu dövləti süquta uğramışdı. Teymurilər dövləti 1507-ci ildə Şeybanilər tərəfindən süquta uğradılmışdı. Ağqoyunlu dövləti tamamilə 1503-cü ildə Səfəvi dövlət tərəfindən süquta uğradılmışdı. Dehli 1526-cı ildə Babur xan tərəfindən, yəni sonra şah titulunu qəbul edir. Yekunda Moğollar tərəfindən süquta uğradılmışdı. Şirvanşahlar 1538-ci ildə Səfəvi dövlət tərəfindən süquta uğradılmışdı. Şəki hakimliyi də 1551-ci ildə Səfəvi dövlət tərəfindən süquta uğradılmışdı. Burada Ağqoyunlu dövləti, Şirvanşah dövləti, Şəki hakimliyinin oxşar xüsusiyyəti həmçinin ola bilər ki, Səfəvilər tərəfindən süquta uğradılmışdır. Bir də çox saylı istəkləri nəzərə alaraq iyun ayının 1-dən etibarən həftənin 3 və 5-ci günləri yay qrupları başlayacaq. 2-3 ay nəzərdə tutulubdur. Bu dərslər barədə məlumat almaq üçün nömrə ilə, Instagramdan yaxud rəylərdə fikrinizi yazaraq əlaqə saxlaya bilərsiniz.